Salam, hər birinizi yeni video dərsimizdə xoş gördük. Bugünkü dərsimiz yenə hesabı kvadrat kök dərsidir. Onun 3-cü hissəsini izah edəcəm sizə. İstəmədim bir video dərsə yerləşdirim, biraz əhəmiyyətsiz olsun. İstəyirəm ki, mövzunu sizə tam aydın şəkildə izah edim. Ona görə 3 video dərs hazırladım sizlər üçün. Amma bu 3 video dərs həqiqətən 9-cu sinif buraxılış səviyyəsində olan bir 3 video dərs oldu. Əvvəl belə planlamırdım, amma bu yerə gəlib çıxdı. Hətta deyərdim ki, yəni kvadrat kök dərsinin demək olar ki, ümumi izahı oldu burada. Bir neçə hissələr qalıb ki, sadəcə. Onlar da sırf əslində çoxlu misal işləməklə praktika ilə bağlı olan şeylərdir. Gəlin çox vaxt itirməyək, sizin də çox vaxtınızı almadan mövzumuzda sizin üçün bu günləri hazırladığım bu PDF materialın izahların verməyə keçək. Deməli, ilk olaraq başlayırıq. Mən demişdim, əgər xatırlayırsınızsa, birinci dərsimizdə də izah eləmişdik. Kökü əgər cüt dərəcədən bir kök altı ifadədirsə, mütləq ki, kökün altı sıfırdan böyük olmalıdır. Yəni, bura 2, 4, 6, 8, 100, 120 cüt dərəcədən bir dərəcədirsə, o zaman içərisindəki olan bu ədəd, A ədədi mütləq sıfırdan böyük bərabərdə olmalıdır. Sıfırdan böyük bərabərdir nə deməkdir? Yəni, ədəd oxunun sağ tərəfi müsbət ədədlərdən söhbət gedir burada. Yəni, A müsbət ədəd olmalıdır. Gəlin aşağıdakı sualımıza baxaq. Deyir ki, aşağıdakı köklü ifadələrdən hansının mənası yoxdur? Baxaq, 8 kök altı 3-cü dərəcədən mənası var. Ümumiyyətlə, dostlar, əgər tək dərəcədirsə, içərisində mənfidə, müsbətdə istənilən kökün mənası var. Yəni, bu mənfi 8-də olsaydı, bunun bir mənası olacaqdır. Mənfi 4, amma cüt dərəcədəndir. Mənası yoxdur. Var, yoxdur. Mənfi 16 cüt dərəcədən yoxdur. Mənfi 23 cüt dərəcədən yoxdur. Mənfi 65 tək dərəcədən vardır. Çünki tək dərəcədəndir. İndi bura baxaq. Mənfi 8-in kvadratı burada cüt. Dostlar, mənfi 8-in kvadratı yazılıb. Baxın, mötərizə daxilində mənfi mötərizənin daxilindədir kvadratı. Bu deməkdir ki, bu kvadrat onsuz da mənfini təsir eləyir. Yəni, burada mənfi 8 deyə bir şey qalmayıb artıq. Müsbət 8-in kvadratı kimi də buna baxmaq olar. Deməli, bunun da mənası vardır. Dostlar, ümumiyyətlə, biz birinci dərsimizdə dedik. Bir kök altında x dəyişən cüt dərəcədən çıxırsa, o heç vaxt x olaraq yox, modul x olaraq çıxmalıdır. Və x böyük bərabərdir 0 olduqda mənası var olmuş olur. Gəlin indi bu misallarımızın cavabına baxaq. Kök altında 4, ikinci dərəcədən nə çıxırdı? 2. Mənası var idi. Mənfi 8, üçüncü dərəcədən mənfi 2 çıxır. Mənası var. Çünki bu mənfi 2-nin kubu 3 edilir. Mənfi 3-ün kvadratı ikinci dərəcədən nə çıxır? Dostlar, belə düşünək. Mənfi 3-ün kvadratı nədir? 9. Yəni, kök altında 9. Kök altında 9-dan da 3 çıxmış olur. Mənası var. Keçək növbəti səhifəyə. Kök altında A-nın kvadratından nə çıxır dostlar? Bəli, modulda A. Çünki cüt dərəcədəndir. Ona görə biz modulda A qeyd eləməliyik. Kök altda A 5-ci dərəcədən, yəni tək dərəcədəndir. Ona görə elə A olaraq çıxır çölə. Bura baxaq. Bu mənfinin işimiz yoxdur. Biz bu hissəyə baxaq. B üstü 4 cüt dərəcədəndir. Buna görə B kvadratı modulda. B kvadratı çıxır, modulda çıxır. Bir dəqiqə, yaxşı çəkək bu xətti. A kvadratı da modulda A olaraq çıxır. Bu mənfi də ki, öz yerində. Sonra və bu B kvadratı B mənfi də olsa, müsbət də olsa şey olduğu üçün biz bunu belə yazırıq. Mənfi B kvadratı modulda A.
Sonra keçək bu hissəyə. B üstü 8 cüt dərəcədən nə olur? B üstü 4 modul. A kubu. A kubu ilə qalır bunun altında hələ ki S kvadratı da modulda S. Modulda kök altında B üstü 4 cüt olduğu üçün üstü 4 mənfi də olsa, müsbət də olsa, müsbət olduğu üçün B üstü 4 yazım. Modulda C. A kubun A kvadratı vurulsun A yazsaq, modul A vurulsun kök altında A etmiş olacaq. Bu hissəyə gələk baxaq. A çıxılsın B üstü 4. Yəni bu nə olur? Modulda A çıxılsın B'nin mötərizə kvadratı və bu da S'nin kvadratı. Kvadrat olduqları üçün A çıxılsın B'nin kvadratı vurulsun S'nin kvadratı etmiş olacaq. Növbəti hissə. Baxırıq bura. Deməli, dostlar, burada biz nələr görəcəyik? İndi burada yeni bir fikirlərlə siz tanış olacaqsınız. Baxırıq ki, 3 çıxılsın kök altda 4-ün mötərizə kvadratı və cüt dərəcədən. Deməli, bilirik ki, bu gedəcək 3 çıxılsın kök altda 4-dür. Amma yadımızda saxlayırıq, dostlar. Bu tərz ifadələri də biz modulda çıxardırıq. Niyə? İndi sizə izah edəcəm. Modulda çıxılsın, 4-lər getdi. Kök altda 4 çıxılsın 3 bərabər. İndi nəyi araşdıracaqsınız? Kök altda deyirəm 3, kök altda 9-dur da. Kök altda 9 çıxılsın kök altda 4. Gördüyümüz kimi 3 kök altda 4-dən böyükdür, düzdür? Yəni kök altda 4 elə 2-dir də. Yəni belə deyək 3 çıxılsın 2 modulda çıx. 2 çıxılsın 3 bərabərdir. Baxın 3 çıxılsın 2 1 modulda çıx, 2 çıxılsın 3, mənfi 1 modulda. 1 çıxdı, çıxılsın, mənfi 1-dən müsbət olaraq çıxacaq 1. Bu mənfi, baxın, bu mənfi bunun mənfisidir. Müsbət olaraq çıxacaq dediyim, bu mənfi getdi. O da elədir 0. Dostlar, gəlin bunu belə baxaq, bu məsələyə. Baxın, mən bunu burada belə yazacağım indi sizə. Gəlib maraqlı. 3 çıxılsın kök altda 4. Kök altda 4 çıxılsın 3-ün cavabı mənfi etdiyi üçün mən bunu belə yazıram. Çıxılsın, yerlərini dəyişdirirəm. 3 çıxılsın kök altda 4. Yerlərini dəyişdirirəm ki, bu müsbət olsun. Aydındır? Bunu da açanda 3 çıxılsın kök altda 4 çıxılsın 3 üstə gəlsin kök altda 4 olduğu üçün bunun cavabı 0'dır. İndi sizə bu yersiz kimi gələ bilər. Doğrudan da ki bu misalda yersizdir əslində. Amma nəyə görə belə olduğunu sizə izah etməli olduğumu birazdan sizə göstərəcəm. Bunu da niyə dediyimi. İndi kök altda 5 çıxılsın kök altda 3 kvadrat getdi modulda. Kök altda 5 çıx kök altda 3. Aha, baxın, indi buradan çıxıb hər hansı bir şey deyə bilmirik. Düzdür, kök altda 5, kök altda 3, bunları bir-birindən çıxmaq olmur. Bu ifadə belə qalır. Amma mən istəmirəm bu modulda qalsın. O zaman baxıram, kök altda 5, kök altda 3-dən böyükdür. Deməli, bu bir müsbət ədəddir. Müsbət ədəd olduğu üçün heç bir şey dəyişmədən olduğu kimi çıxardıram. Mən modul dərsində bunu sizə gözəl izah eləmişəm ki, moduldan müsbət niyə müsbət çıxır? Moduldan mənfinin qarşısına niyə mənfi yazmışıq? Əgər çaşırsınızsa qayıdıb o dərsi izləyin. Və bu şəkildə oldu. Keçək bu misalımıza. Bu da modulda kök altda 2 çıxılsın kök altda 6. Baxırıq ki, 2 6-dan kiçikdir. Deməli, mən bu ifadənin qarşısına mənfi atmalıyam ki, müsbət ədəd olsun, müsbət olaraq çıxsın. 6 çıx kök altda 2. Yenə deyirəm, bundan o tərəfə artıq modul dərsidir. Xahiş edirəm, modul dərsini yaxşı dinləyin. Yəni, ən azından mənim modul. Ola bilər ki, siz kök dərsi sadəcə yazmışsınız axtarışa və ona baxırsınız. Amma burasını başa düşməmisinizsə, mənim sırf izah etdiyim modul dərsinə də baxmağınızı tövsiyə edirəm. Gələk bu misala kök altda 4 kvadratım. 2'lər getdi. Baxın, bu mənfi, bu əslində belə yazıram yenə. Mənfi 4-ün kvadratı nə eləyir? 16. Həmişə çaşırsınızsa elə yazın. Sonra 4-cü dərəcədən mənfi 1 üstü 4, yəni 1 üstü 4.
Üstə gəlirsə mənfi 27-nin kubu. İndi 16 nədir? 4-ün kvadratı, düzdür? Bundan 4 çıxdı. Üstə gəlinsin 1 çıxdı və üstə gəlinsin mənfi 3 çıxdı. 5 çıx 3 bərabərdir 2 etmiş olur. Növbəti səhifə. Buradakı misallar da olduqca maraqlı misallardır. Bizə artıq şərtlər verir. Bu şərtlər bizim üçün çox vacibdir. Yəni bizə bu şərtlər ifadələrin hansı müsbət yoxsa mənfi ədəd olduğunu bizə deyəcək. Deməli, A burada nədir? A kiçikdir 0-dan, B də 0-dan böyükdür. B 0-dan böyükdürsə deməli müsbətdir. A 0-dan kiçikdirsə deməli mənfidir. Düzdür? İndi gələk keçək. Bunu bilirik, yazdıq. İndi gələk bunun izahına. Deməli, cüt dərəcədən A çıxılsın B, o zaman biz modulda bunu çıxardırıq. Çıxa bildiyi üçün təbii ki. Üstə gəlinsin. A kvadratında modulda A deyə çıxardırıq və çıxılsın. Modulda B çıxartmağımıza ehtiyac yoxdur. Çünki tək dərəcədən dostlar çıxılsın B bərabərdir. İndi A çıxılsın B. A-mız nə idi bizim? Mənfi ədəd. B-miz isə müsbət bir ədəd idi. Tutaq ki, A-mız mənfi 1 çıxılsın, B-miz də müsbət bir ədəddir. Bax, bu çıxma, bu çıxmadı. B müsbət 1-dir. Gördüyümüz ki, mənfi 1, mənfi 1, mənfi 2. Yəni, ümumi cavabımız mənfi ədəd elədir. Deməli, A çıxılsın B mənfi bir ədəddir. Mənfi bir ədəd olduğu üçün biz onun qarşısına mənfi atmalıyıq. Niyə? Çünki moduldan hər zaman müsbət ədəd çıxır. Baxırıq. A çıxılsın B mənfi bir ədəddir. Onu müsbət ədəd etməsi üçün qabağına mənfi işarəsi ataraq çıxardırıq çölə. Aydındır? A mənfi ədəddir. Onu müsbət etmək üçün bu toplama işarəsini olduğu kimi yazırıq. A mənfi ədəddir. Onu müsbət etməyimiz üçün qarşısına mənfi ataraq mötərizədə çıxartdım çölə. Bərabərdir. Yenə deyirəm. Bu hissə, baxın. Dostlar, bu bərabərdən sonra qoyduğum hissə var ha. Modul dərsidir. Baxın, bu hissə sırf modul dərsidir. Mən sadəcə çıxartmağı, kökün altından çıxartmağı da kök dərsindən istifadə elədim. Buradan sonra modul dərsidir. Əgər zəifliyiniz varsa, sırf mənim izah etdiyim modul dərsinə xahiş edirəm qulaq asın. Yəni, modulda A-nı müsbət hər zaman çıxır deyib, niyə qarşısına mənfi atırıq? Bunu mən sizə çox gözəl izah eləmişəm. Xahiş edirəm o dərsə mütləq qulaq asın. Bərabərdir. Mənfi A, üstə gəlinsin B, çıxılsın A, çıxılsın B. Bax, bu belə mənim, bunun belə dərsini çəkmişəm, mötərizələrin açılma qaydası. Niyə müəllimə belə açdıq sualını verirsinizsə, o dərsimi izləyin. B-lər getdi, qaldı cavab mənfi 2A. Keçək bura. X böyükdür 3 olarsa, bərabərdir. Yenə ikinci dərəcələr getdi. Modulda x çıxılsın, kök altda 2 qaldı. İkinci dərəcələr getdi, çıxılsın. Modulda kök altda 2 çıxılsın, x qaldı. Deməli, bizə şərt nə verir? X böyükdür 3-dən. Məsələn, yəni 4 olsun deyir. 4 uşaqlar kök altda 2-dən böyükdür, böyük bir ədəddir. Yəni 4-dən kök altda 2 çıxsam, mən müsbət bir ədəd eləyəcək, düzdür, böyük olduğu üçün. Amma kök altda 2-dən çıxanda 4-dür. Yəni kiçik bir ədəddən böyük bir ədəd çıxanda nə etmiş olacaq? Mənfi bir ədəd etmiş olacaq. Deməli, modulun qaydasına görə müsbət ədəddirsə heç bir şey etməyimizə ehtiyac yoxdur. Olduğu kimi çıxartdıq çölə gördüyünüz kimi. Lap belə mötərizədə yazın. Bu çıxmanı da bura qeyd edirik. Amma bu mənfi ədəddir. Mənfi ədəd olduğu üçün modulun qaydasına görə mənfi ədədin qarşısına mənfi işarəsi atılmalıdır ki, lap belə atacağım. Biraz düzgün görünməyəcək yaz, amma sizə aydın olsun deyə belə atacağım. Mənfi işarəsini atıram. Kök altda 2 çıx x. Ya da belə deyək də. Çıxılsın. Belə açım. Belə böyük bir mötərizə açım. Mənfi kök altda 2 çıxılsın x. Bərabərdir. Deməli, kök altda 2 minus x mənfi ədəd olduğu üçün o müsbət olsun deyə qarşısına mənfi atdım.
X çıxılsın kök altda 2 çıxılsın. Bu mənfi oldu. Mənfi kök altda 2 mənfi x müsbət x oldu. Bərabərdir. X çıxılsın kök altda 2 müsbət kök altda 2 çıxılsın x. Müəllimə niyə bu sualların hamısının cavabı mötərizələrin açılma qaydasındadır. Mənfi bu mənfini müsbət eləyir, mənfi bu müsbəti mənfi eləyir. Hamısının cavabı oradadır. Bərabərdir. Kök altda 2'lər də getdi, x'lər də getdi və cavabımız 0 olaraq qaldı. Keçək növbəti səhifəyə. Kökün nə vaxt mənası var? Kökün o vaxt mənası var ki, onun əgər cüt dərəcədəndirsə, tək dərəcədəndirsə hər zaman mənası var. 6 mənfi olsun, müsbət olsun. Hər zaman mənası var. Yəni, kök altda 3-cü dərəcədən 6'nın da mənası var. Kök altında 3-cü dərəcədən mənfi 6'nın da mənası var. Amma kök altda 6'nın mənası var. Amma kök altda mənfi 6'nın mənası yoxdur. Çünki cüt dərəcədəndir. Aydındır. Budur. Bunu əvvəl izah etmişəm. Amma indi bunu necə ifadə edəcəyik? Məsələn, deyirsə kök altında x çıxılsın 5 kökünün x'in hansı qiymətlərində mənası var? Biz bunu belə baxırıq. Görürük ki, bu cüt dərəcədir. Bu cüt dərəcə olursa, mənası olması üçün bu müsbət ədəd olmalıdır. Müsbət ədəd olma şərti necədir? X çıxılsın 5. Bəli, böyük bərabərdir 0-da. Aydındır. Bu da bərabərsizlik dərsinə girir. Xahiş edirəm o dərsi izləyin. Baxın, bura sırf bərabərsizlik dərsidir. Riyaziyyat ona görə bir-biri ilə sıx əlaqəlidir. Bir yerdə qopursa davamı gəlmir. Və yaxud da bir yeri siz öyrənmiş kimi olursunuzsa və qarşıda çətinlik yaşayırsınızsa, deməli öyrənməmisiniz. Çoxlu düzgün materiallardan praktika lazımdır. Deməli, nə vaxt mənası var? X böyük bərabərdir. 5 olduqda mənası var. Növbəti misalımız. Kök altı x minus 3 köklü ifadə. Bu deyir ifadənin x'in hansı qiymətlərdə mənası var? Yaxşı sualdır. Ne edirik? Birinci, bunun mənası olması üçün hər birinin ayrı-ayrılıqda mənası olmalıdır da. Deməli, cüt dərəcədəndir bu. Ona görə x çıxılsın 3 böyük bərabərdir 0, x böyük bərabərdir 3. Bu da cüt dərəcədəndir. Ona görə 7 çıxılsın x böyük bərabərdir 0, mənfi x böyük bərabərdir mənfi 7, x kiçik bərabərdir 7. Bu hissəyə isə dəymirik. Çünki bunun mənası tək dərəcədəndir də, hər zaman mənası var. Deməli, x-in hansı qiymətlərində? Burada x bizdən nədən 3 ilə 7 arasındadır dostlar. Yəni 3 ilə 7 arasında qiymətlər ala bilər. Keçək növbəti səhifə. Burada çox maraqlı sizin üçün misal qoymuşam. Bu misal həqiqətən düşündürücü misaldır. Yəni müəllimlərə belə verilə biləsiz sualdır. Bəhsən aşağı təbii ki, asan versiyada. Deməli burada nədir məsələ? Burada bizdən B-nin qiyməti nədir soruşur və biz baxırıq ki, bu şəkildə yəni kökün altından çıxmır bunlar. Necə həll edə bilərik? Dostlar, bizim hal-hazırda bildiyimiz tək bir bilik bu misala baxanda budur ki, bunun müsbət ədəd olmalıdır ki, mənaları olsun. Yəni 5 çıxılsın x də böyük bərabərdir 0-dan olmalıdır, x çıxılsın 5 də böyük bərabərdir 0-dan böyük olmalıdır. Buradan biz alırıq ki, x kiçik bərabərdir 5-dən, x də böyük bərabərdir 5-dən. Deməli, nə olmuş oldu? X 5-dən böyük bərabərdir, x 5-dən kiçik bərabərdir. Bu nə deməkdir? Bu deməkdir ki, x sadəcə 5 ola bilər. 6 ola bilməz, 7 ola bilməz, 4 ola bilməz, 3 ola bilməz. X 5-dən kiçik. X həm 5-dən kiçik, həm 5-dən böyük olmalıdır. Belə şey mümkündür, olmamalıdır. Bu arada bir dənə 5 ola bilər. X bərabərdir 5. Deməli, bu misalda x-in yerinə mən 5 yazmalıyam. Başqa çarəm yoxdur. Bu da 0, 0 edəcək. Bərabərdir. 5-ci dərəcədən 3, 5-in 15 və 4. Və salam. Cavabımız bu olmuş olacaq. Keçək bu misala. Bizdə bu hissə var. Bu hissə. Buradan nələri bilirik biz?
Buradan biz onu bilirik ki, bu fərqlidir 0-dan olmalıdır. Fərqlidir 7-dən, yəni mənası olması üçün. Cüt dərəcədəndir. Ona görə bu müsbət olmalıdır. 1 bölünsün müsbət ədəd olmalıdır ki, müsbət olsun. Yəni x kiçik çıxılsın 7 böyük bərabər 0. X böyük bərabərdir 7-dən olmalıdır. Və böyük bərabərdir 0 yox, artıq böyükdür olmalıdır. Çünki 7 ala bilməz məxrəc. X 7-dən böyük olmalıdır. Biz bunu bildik. Deməli, x-in 7-dən böyük olduğu hansı ədəd var? Bəli, ən kiçik. Ala biləcək ən kiçik qiymət nədir? 8. Ən kiçik qiymət almaq üçün yerinə 8 qoyacaq və salam. 1 bölünsün 1 üstə gəlinsin. 8 çıxılsın 8. 3-cü dərəcədən 1 üstə gəlinsin 0. Cavab elədir 1. Deməli, ən kiçik qiymətimiz neymiş? 1 imiş. Belə sizə sonda 2 maraqlı bir misal vermək istədim. Ümid edirəm bu misallarda başa düşdünüz.